Soyuq aylarda məşq etmək daha çox enerji sərf etmək deməkdir. Yəni nəticələr daha tez görünür. Bəs sağlamlıq hesab edilən idman günün hansı saatlarında etmək daha düzgün və faydalıdır? Kimisi motivasiyasını itirir, kimisi isə əksinə qış aylarını daha səmərəli idman mövsümü hesab edir. Mən daha çox səhər saatlarında məşq edirəm. Daha gümrah hiss etdiyim, daha zen hiss etdiyim üçün səhər məşqlərini daha çox üstünlük verirəm. İlk başlayanda əlbəttə məşqçi ilə etmişəm. Ondan sonra da sadəcə üstünlüyü özümə vermişəm. Tək məşqlərə başlamışam etməyə. Proqramlarla daha özüm təkmilləşdirirəm. Belə özümü daha rahat hiss edirəm və komfortlu hiss edirəm. Məşqçilər isə deyirlər ki, vaxt seçimi idmanın effektliyinə birbaşa təsir edir. Belə ki, ən faydalı məşq saatı səhər saatları hesab edilir. Əksəriyyətən biz payız və qış aylarında məşqlərimizi axşam saatlarına salırıq, təyin edirik. Çünki Milli Yığma komandanın təlim məşq toplantıları, səhər məşqləri, crossfit və yaxud da ki, fiziki cəhətdən məşqlər olur. Axşam saatlarında isə biz bunu texnika ilə əlavə edirik, texniki gedişləri öyrənirik. Gələrkən insanlar yaxşı olar ki, əgər ki, heç bir bazalar yoxdursa, heç vaxt məşğul olmayıblarsa, ilkin növbədə məşqçi ilə başlamaq məsləhət görürük ki, düzgün baza yaransın. Sonrasında artıq özləri də sərbəst şəkildə davam edə bilərlər. Təbii ki, sadəcə idmanla istədiyimiz nəticəni əldə edə bilmərik. Bunun üçün təbii ki, pəhriz və sağlam qidalanma da vacibdir. Bu mövsümdə idman sevərləri daha bir məqam maraqlandırır. Görəsən hansı məşqlər daha faydalıdır? Biz yayda çalışırıq ki, yüngül məşqlərə üstünlük verək. Çünki zaldakı o ağrı girərkən bizim ürək damar sistemimiz nisbətən gərgin vəziyyətə düşür. Əgər məşq edən şəxs düzgün qidalanarsa və pəhriz saxlayarsa, ona daha çox kömək edəcək. Öz istədiyinə nail olmağı, istəyir çəki atsın, istəyir yağ yandırmaq, istəyir əzələ kütləsi yığmaq üçün buna xeyirdir. Yəni, gəlin mən tək məşq eləyim, bununla kifayətlənmir. Nəticə üçün mütləqdir ki, belə deyək də, məşq, qidalanma və yatmaq. Bunlar hamısı zəncirvari bir-birinə bağlıdır. Biri olmazsa digəri olmaz. Əgər daha yaxşı nəticə istəyirsə, bunların üçün də yerinə yetirilməlidir. Həm qidaya fikir verilməlidir, həm yatmağa fikir verilməlidir və təbii ki, məşq qaydasında olmalıdır. Soyuq aylarda idmanı təxirə salmaq motivasiyanı azaldır. Amma düzgün proqram, uyğun saat və nizamlı qidalanma ilə qış ayları ən produktiv dövrə çevrilə bilər. Əzizə Mahmudzadə, Əli Abbaslı, Telesəhər.